Xaçmazın bəzi kəndlərində, hasarlarda, qapılarda narkotik təbliğatı ilə bağlı yazılar peyda olub. Sakinlər bu yazıların gecə saatlarında yazıldığını bildirir. İnternet resurslarında həmin yazılarla bağlı axtarış verdikdə bu narkotik təbliğatının daha çox Rusiya, Belarus və digər postsovet ölkələrində yayıldığını görmək olar. Belə hallara ötən illərdə paytaxt Bakı şəhərində də rast gəlinib. Sakinlər bu vəziyyətdən çox narahatdır. Artıq bu faktlarla bağlı yerli icra qurumlarına və hüquq mühafizə orqanlarına müraciət olunub. Kimi yazdığını bilmirik, bəlli deyil. 3-4 gün vardı, bunlar vardı. Özü gecə saatlarında yazılır, gündüzü heç kəs görükmür. Gündüzü oğul uşaq küçədə olurlar. Bunlara tədbir görülsələr yaxşı olar. Yəni ki, oğul uşaq, bir də hamısının əlində telefon var, hamısı Duboy bir saytə girə bilir. Baxır, xoşu gəlməz bir hal ola bilərdi. Xaçmaz rayon icra hakimiyyətindən bildirildi ki, məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirilib. Qeydə alınan yazıların fotoları çəkilərək araşdırılması üçün həm hüquq mühafizə orqanlarına, həm də müvafiq icra qurumlarına təqdim olunub. Həmçinin qısa müddətdə divarlardakı bütün yazılar müvafiq qaydada pozulacaq. Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq qeyd edilib ki, məsələ ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.